Harda erməni varsa ən yaxşısının başına daş düşsün. Erməni söhbətidir. Bu xanım Yaxşı da, demək yaxşı. istəyir ki, Oğlanın anasının adı nədir? Bir zəhmət olmasa. kimin? Bir dəqiqə deyən oğlanın anasının adı Mən nədir? dayanmışam. Sən niyə qışqırırsan ki? Oğlanın anasının adı nədir? Oğlan kimdir? Qəzət Mən keçirdən oğlanın anasının adı nədir? Nə millətidir? Nədir adı? Mən yoldaşımı Məni məcbur sizə eləmə demək burada istəyirəm. Hədə oğlanın anası nə millətidir? Mənə deginə. Mən üstünü qışqırırsan. Oğlan kimdir? Mən Qışqırmıram. oğlandan Qəzət keçirdən burada kimə vrata durmağa gəlmisən? Ay Ulka xanım, çünki qəza ilə əlaqəli heç bir məlumatı yoxdur. Sadəcə burada şəxsi bir problemi var. Görüb şərait var, gəlib acıq çıxmağa. Ona görə mən dinləmək istəmirəm xanımı. Oğlanın anası İnqa xanım. Azərbaycan dilində danışa bilməyən adam. Güclə danışır. Güclə danışır. Rusiyada yaşayır. Atası ilə anası məlum məsələlərə görə ayrılıblar. Nə millət olduğunu bilmirəm, o vaxtı da ayrılıblar müəyyən səbəblərdən. Bu qədər deyirəm. Burada da çıxıb kimsə burada erməni ləhcəsi ilə burada kimisə suçlamasın. O ki qaldı Arzuya. Bax məsələn, maşın gəlib Arzu rəhmətə getsəydi, neyniyəcəkdi? Dünən mən yenə dedim, yenə də burada təkrar edirəm. Bu oğlan sağ qala bilərdi, Nikos ayağı kimi, qolsuz, ayaqsız, şikəst qala bilərdi, ya da arvadı ölə bilərdi. Burada tərsinə olub da, Nikos ayağının dostu ölüb, Nikos sağ qalıb. Burada isə oğlan ölüb, arvadı şikəst qalıb. Şikəst qalıbsa, mən sizə sual verirəm. Deyir, xanım eşitmir, yazın o da yazılı cavab verir. Dünən mən danışanda canlıda, nə yaxçı xanım cavab verib, reaksiya verib, qışqırırdı üstümə, mən danışmaq istəyirəm. Hətta Alena ona dedi ki, qoşun danışsın da danışmaq istəyir. Yo, eşitmir, o eşitmir. Ana güclə qızın boynuna qoyur ki, o eşitmir. Ay ana, ekspertdən kağızını gətir, qızımın qulağı 100% eşidir. Olar mən bir kəlmə söz deyim, düşəcəm. Buyurun Gülü xanım, buyurun sizi dinləyin. Axşamınız xeyir olsun, hər kəs salamlayıram. Ümumi bizdə burada bir türk xanım qoşulmuşdu, səhv etməsəm özünün türkçə danışırdı ki, mən türkəm. Ümumi bizim Azərbaycan qızımızın sözün söhbətini danışmağa bəyəm özümüz yetmirik, türklər gəlib burada bizə qərar verir. Əvvəla Gülü xanım, sualınıza belə cavab verim ki, inşallah imkan verər Can xanım. Can xanım Azərbaycanlıdır. Özünü sadəcə mən məktəb oxudum bilməm. Baxın, imkan verin Can xanım, baxın, imkan vermirsiniz siz. Xanım sual verdi, mən o sualı cavab buyurun, valla ablacığım özür dilerim. Buyurun, buyurun. Qurban olaram bacım, bir dəqiqə dinlə, mən bu türkçə konuşana bir sana. Baxın, mən özümdə 2-ci sinifdən etibarən Türkiyədə oxumuş bir insanım. Amma mənim heç bir danışığımda heç vaxt türkçə bəlli olmaz. Mən 32 ildən yuxarıdır ki, burada yaşayıram. Heç vaxt nə ləhcəmi, nə danışığımı itirməmişəm. 2-3 il gedib qalıb, ondan sonra gəlirəm, mən burada okul okumuşam, nə yapım, necə gəlib, bunlara ehtiyac yoxdur. Mən neçəydir? Siz Azərbaycanlısınız, bunu da söyləyin. 25 ildir, 24 ildir yaşayıram Avropada. Mən Azərbaycan dilində danışıram. Mənim uşaqlarım da Azərbaycan dilində danışır. Burada anadan olublar, uşaqlarımın üçü də. Qurban olaram bacı, bir dəqiqə mənə icazə verin. Mən bir dənə fikrimi yekunlaşdırım, bir dənə sizə bir şey deyim. Bax, maşın gəldi, keçdi sürətlə, getdi, çırpıldı, döndü. Mən də o an mənə sürtülə bilərdi. Və mən, məsələn, populyar fenomen ya populyar yayımcı olduğuma görə, bu canlı yayında baş verdiyinə görə məni sabah çağırırlar əvvəl şahid qismində və deyirlər, bax bunu da diqqətlə deyin, gələ bilərsiz, problem burada yoxdur, çıxır gedir. Qaydanda deyirlər ki, qaydandan sonra gələ bilərsiz izahat verməyə. Xanım deyir ki, mən buradayam, gələrəm, amma bugün gələ bilmərəm, mən Almaniyadayam, gələrəm. Bilet alıb yoldaşı ilə gedirlər Azərbaycana. Baxan sledovatel, baxan adam deyir ki, mən məzuniyyətdəyəm. Arzu xanımın 4 dənə uşağı var, bir dənə də uşağında qüsur var. Arzu xanım neynəməlidir? Əlbəttə ki, dönür, gözləməyəcək ki, məzuniyyətdədir. Qayıdır, gəlir Avropaya. Sonra ondan sonra Arzu xanım 2 dəfə Azərbaycanda olub. Ən axırda bu işi uzadıb. Ən axırda Arzu xanıma cinayət işi açıbsa, yenə də bunu hakim qərar verəcək. Siz kimsiniz ki, məhkəmə qurursunuz? Axşamınız xeyir olsun bir daha. Olar mən sözümü bitireyim. Canan xanım, bu aşağıda türkçə danışan xanımın adı nə idi profili? Can xanım. Mən sizə qulaq asıram. Bir dəqiqə olar da, mən indi gəlmişəm. Eşidirəm, deyin.
Deyin, Olar mən bir sizi dəqiqə. eşidirəm. Ümumi bizim öz problemimizi özümüz həll etməyə qədər bizim cəsarətimiz və sözümüz, dilimiz var. Mən heç xoşlamadım ki, hansısa bir türk xanım gəlib burada arzu Bəli. deyir ki, Almaniya nə ixtiyarından keçir, 2 ay orada Bəli. qalır, 2 ay burada. Bəyəm siz nə bütün Azərbaycan hansı tərəfin fırlayırsan türklərdir. O zaman Bəli. biz də qalxaq ki, türklərin nə ixtiyarı var? 5 ay burada qalır, 3 ay. O nə deməkdir? Arzu bir Azərbaycan qızıdır. Bilmirəm, onlar bir 20 saniyə qoyasız danışam. Kimləsə gəlməlidir bəyəm Yox. Azərbaycanlı xanım. Bilmirəm. Bir də üzr istəyirəm havızdan Xanım, canlı sizin yayın 4 təşəkkür uçağınız edirəm olsa məşğulluğuna başsız görə. qoyub ilin 4 ayı 1-2 ay Ay gedib. qardaş, bu Onlar mövzuda Orada Ay, keçəcə ay, bilərsiniz. ay, ay, Əlibin üstünə at, anamın üstünə at, 4 uşaq anasının hərəkəti. Siz necə Ay yoldaşınıza qardaş, mən Onda sən də eləsən də, sən də onun kimi qadınsan da. Yoldaşı belə özü bilən nədir? Qardaş, siz Gör, necə bayaqdan özünüz Xanımlar, buraxdınız bir yanına, onu yoldaşınıza qaldırmayın. icazə vermisiniz ki, qana Hanımlar, tutma bir də verir üzürlü burada. sayın. Bu Çəkildiniz, insanlar qıraxdınız. ər-arvad qoşulublar can-can profili ilə. Qalxıblar bunların ailəvi Bəli. mövzularını Bəli. mübarizə Yox, öz Ay, dediyi Allah, qoy edirlər. qıraxda. Belə Bunları yoldaşı icazə versənə nə var? Yox, Ay deyir. sağ ol. Bir dəqiqə gözləyim. Deyir 4 uşağı qoyub niyə ildə 4 dəfə gedib? Sənə nə? Yatmışdım, Allah'ın dursun, İnsanlar yatmışdım. Diğer panikular da gedirlər, gedirlər. Şey qoya istəyirlər. bilirlər. Partlayırdı. Yox, özü durub kişi xeylağıdır. Durub qıraqda yoldaşını tirkalır ki, get qana pitba ver, qana pitba ver. Azərbaycanlı Özü qadın türksə. üstünə qaldırır kimsə. Özdə türkcə biz icazə Yatmış, vermirik bizim and olsun, Allah Azərbaycan yatmış, xanımlarımızı işindən aldım, kimsə. yaxşı Yəqin qoxuyor. Cancan Allah xanımın sağ olsun, ərinin, yesin. yəqin Cancan xanımın həyat yoldaşını Arzudan xoşu gəlir. Sən necə yoldaşı və arvadını çıxartmısan, bura özün durub qıraqdan danışsan, yoldaşın danışır, sən danışmırsan ha. Ay Ki, sağ ol, qadına ayıb ay deyil, sağ ol. Pablo deyil, kişiyə Pablodur danışmaq. Öyrədib onu danışırsan, özün durursan qıraqda. Sən iz arvadını çıxartmısan gecə saat 3-də bura, Arzun da yoldaşı icazə verib. İndi gəlib bir getməyə. dəqiqə mən sizə bir şey deyirəm, Quliyeva zəhmət olmasa. Təsəvvür eləyin, əgər bu adam sürətlə gəlib Arzunun maşınını vursaydı və Arzuya ya Bəli. övladına bir şey olsaydı. Bəli. Bir də xanım, bəlkə Arzunun ürəyi Onu tutub istəyirdi. maşında ola bilər, çox şey ola bilər. Bir insan ola bilərdi, o insanı vura bilərdi. Kimsə keçə bilərdi, nə olsun sürətli yoldur. Kimsə Birinci keçə bilərdi, bir onu də Bir də vura mən sizə bilərdi. bir şey deyim. Bax, bir dənə buna gəlin diqqət yetirin. Ön qabaqda gedən maşın, bir də arxada gedən maşın. Hansı maşın cinayətkar ola bilər? O qabaqda deyirlər ki, o maşını yavaşladı. Bəlkə onun ürəyi tutub, bəlkə olur da, o qədər insanlarda problem olur. Avtobus Sürətlə şoferinə deməli başlayır, ürəklər sürməməli tutur. idi. Məsafə saxlamalı idi. Sürətlə Məsafə saxlamalı, arxadakı məsafə Bəli. saxlamalıdır, bəli. Arzu da maşını qırağa çəkməsəydi, deməli Arzunu da vurub yıxıb getməli idi. Bəli, və yaxud da arzu olmayardı, Arzunun piyada bəxti olardı orada. gətirib, bu 4 dənə balıya bəxti gətirib, ya da bu İlqarla Alena gilə verdiyi pullar var idi ya, gəl falan kəsə dəstək ol, falan kəsə dəstək ol. O pulların əvəzidir, o yaxşılığın əvəzidir ki, bunun 4 balasının qabağına çıxıb. Bəli, bir də ki, xanım, bilirsiniz necə? Bizdə hansısa qadın biraz gözə görkəmlidir, geyimli keçimli, ailəsi yaxşı gözümüz baxır, görmür, yoldaşı yaxşı aha. baxır. Sırazı vurmağa çalışırlar. Ay, Demirlər ki, ya sağ ol. Rəbbim, bizə də Əsl yaxşı mövzu ruzi budur, yetir, Quliyeva biz də xanım. belənçin Bəli, olaq. Bir insanın həyatını, Niyə qısqanclığı, Türk bir gəlib burada insanın bizim yaşamına, qadınlar bir pisləmər? insanın Bizim Azərbaycan oğlanlar şəraitinə. yanında. Bunlar bəli, düppələm düz. Və mən Düppələm necə- düz. Onlar Təkcə bilsin bir şey budur. Bir də ki, kimsə Türkmenistan'da- deyir ha, xanım biletini bir ay qabaqdan alıb bir. İkincisi də ki, əgər xanım Alena Gelin adını çəkmə burada Ulka. hə, Mən əgər asmışam Salam Ulka əleykum, Rasif olayım. axşamınız xeyir olsun. Yaxşı. Əgər xanım gedib bir dəqiqə Bircə kəlmə, bircə kəlmə Yox, söz bir dənə bu deyib fikrimi düşəcəm. deyim sonra. Yox, bir dəqiqə bu fikrimi. Əgər xanım gedib maşını Arzu vursaydı və qoyub getsəydi, onda biz hamımız deyərdik ki, ayıb olsun, vurub qaçıb. Amma Həm də Arzu ki, maşını vurmayıb Arzu da axı. istəməz axı. Mən Maşını əminəm özü ki, 10 il gedib Ay xanımlar, ay istəmişəm millər. TikTokda görmüşəm. Əminəm ki, o Zavallar, ay istəməz qocalar. belə bir şey olsun. Bircə dəqiqə bir kəlmə deyib düşüb gedirəm. Mövzu ümumiyyətlə mənə aidiyyəti yoxdur, amma gördüm qulaq asım, 2 saat qulaq asıram. Xanımlar, bəylər, sizin nəyəcə lazım? Kim maşın vurub, kimlə kimi tutub, kim kimlə boşanıb, kim kimlə nə bilim ailəsini qoyub Düz gəlir. deyirsiniz, tamamilə haqlısınız. Nəyin söhbətini eləyirsiniz? 1400 nəfər yığılmısınız bura. Söhbət tapmamısınız. Kiminsə, hansısa bir insanın haqqında danışırsınız. Bu birincisi özü cinayət işi. Kiminsə Mən sənə bir dəqiqə bir qulaq asma dostum. Deməyə qulaq as, qarşı mən sənə izah Qaldı edim. ki, Bir dəqiqə qulaq asma dostum. Bax saat 4-ün yarısıdır qulaq asma elə. Bax mən sənin onun izahını verim. Bax Orxan Rasifoğlu'nun paylaşımına görə bu dəqiqə bütün ölkə bu qızı söyür. Bütün ölkə buna deyir ki, davay bu qız tutulmalıdır. Mən də atmışam demişəm ki, bu uşağın bu qadının körpəsi var. Yəni bu heç kim qəzadan Görməsi yox, sorğulamır. sən açıb deyirsən ki, Deməli. Düşə sən şahane. bilirsiniz necədir? Tamirlan demək istəyir ki, əl çalanda səs iki əldən gəlir. Bir tərəfinin mövqeyini dinləmisiniz, danışmısınız, qaldırmısınız ora. İkinci tərəf mövqeyi bildirməyib. Və mən də sizə deyirəm ki, səs kayıtları var ki, polis deyib ki, mən məzuniyyətdəyəm.
xanım qayıdıb. Ondan sonra 2 dəfə də Azərbaycana gəlib gedib və axırıncı dəfə cinayət işi açıldığına görə əlbəttə ki, qanun var. O cinayət işi qutarana kimi Azərbaycanda olmalıdır. Burada nə var ki? Normal bir şeydir. Всё. Axşamınız xeyir. Səsim çıxmır, Tamirlə yenə aran qatmışsan bir-birinə. Vaxtınız Heç nə desiniz? Yəni heç bir məncə istəməz ki, bir ana 4 basın ayrı qalıb içəri girsin. Ən azından Azərbaycanın xanımıdır. Hadisə də qaçılmazdı. Hadisə hər bir kəsin burada rəsm başına gələ bilər. Hər Bəli. bir maşını olan xanımın da başına gələ bilər. Yəni niyə qatma var o qədər? Yəni bir xanımın, Azərbaycan xanımı içəri girməyinə heç kim məncə razı olmaz da. Mən də yoldaşım, məsələn, yol qəzası törətdi. Avariya ölədi, dünyasında yaşayan oldu, qarşı tərəf yaralandı da. Qəza qaçılmazdı. Heç kim həyatından sığortalanmayıb. Hər bir kəsin başına gələcək hadisədir. Bəli. Qaldı ki, xanım da ən azından bizim öz vətəndaşımızdır. Yəni buradadır bu xanımı Ay, ay geyimi ilə. Amma insanlar elə bil bu alıb əlinə silahı kimisə öldürüb, Ay, ondan sonra bu qaçıb cinayətkar deyil. istəyərək- Avto qəzadır, yol bir şey qəzasıdır. Bu qaçılmazdı. Bunu durub ay nə bilim geyimi var, ay nə bilim əri buradan getdi. Əri ona yaxşı baxır, necə baxır, ona icazə verir. Bunun şəxsiyyətinə heç kim müzakirə etməz. Bunu bilən odur ki, həyatda da indi olub, hadisədir. Öldürməli deyir ki, cinayətin əli çəkəcək. Yəqin ki, inanmıram. O ki Üzr qaldı sözü deyirlər deyil. ki, o ki qaldı deyirlər xanım niyə canlı açır, xanım niyə klip çəkdirdi. Qarşı tərəfdə baxmayaraq ki 4 dənə, 5 dənə cənazə çıxıb evlərindən və bu qəza olmamışdan 6 ay qabaq o xanımın səhifəsinə girib baxa bilərsiniz. Pəncərədən uşaqları o da bir qəza idi. Pəncərədən uşaq düşüb. Onda da gəlib tələb eləyərdiniz ki, bəs niyə mənim bacım türmədə yatmır, uşaq baxmayıb pəncərədən düşüb. Qəzadır o. Qəzadır da, qəzadır. Ay Yəni sağ ol. qəza Sonra bir də mən qaçılmazdı. bunu sizə deyirəm. Orada da dəfələrlə vəkilə deyinə sənin balaların ölsün, arzu edinə sənin balaların ölsün, ondan sonra da evinizdən neçə cənazə çıxıb. Bu qarğış nə qədər düzgündür. Vəkil hökumətin verdiyi bir vəkildirsə, ya bu tutduğu bir vəkildir. Sizin nə ixtiyarınız var vəkilə deyir sənin balaların ölsün? Bu nə deməkdir? Bu nə düşüncədir? Nə o şey qarışınamdı, qarğışdırdı mən o şey. Yox, bir də ki, mən bir də bunu buradan demək istəyirəm sizə. Oysa 2-3 Bu dərslikdə o bir dənə fikrimi tamamlayım. Bir də bunu demək istəyirəm sizə ki buradan. Yəni dövlət var, fikrim yayınır, inarsız o deyir, bu deyir, bu deyir, o deyir. Ümumiyyətlə ananın ora çıxıb ağlaşma qurmağı, danışmağı düzgün deyil idi. Qalxıb deyə bilərdi, gileylənə bilərdi, deyərdi uman yerdən küsərlər, umuram. Bunu deyə bilərdi. Ya ana təzminat Sorabilir miyim? Mümkün mü acaba? Ne olursunuz? Annenin ağlaması izinli değil. Bir sakit durun da bir kəlmə deyək düşək. Ulka, balasının ana başa düşər ki, hansısa ananın adısı nədir birincisi. İkincisi, səs qoyuram qulaq asın. Gözlə. Bu qaydın ardı var. Deyirəm ki, bəs maşın almaq istəyirəm. O vaxtı maşın almaq istəyirdim. Dedim, bəs bunları bilmək lazımdır. Onu götürüb belə göstərirlər ki, ki bu qəza haqqında. Ulka, qəşəng qulaq as. Məni qınıyırdı ki, o zibili sən qaynadanda mən canlıda olmuşum. Sən buna görə məni özünə düşməkli. Kurban olurum sana bu sesi açan. Get o zibilin üçün ictimaiyyətə Ya cavab ver. Can Hanım lütfen inin aşağıya ya. Üf. Öz zibilinidir. Sadəcə olaraq sən zibili vaxtı mən canlı yayında olmuşum. Ha, Qaynatmaz. burada nə olar ki? Ha, burada nə var ki? Qulaq asın. O zibilin açıqlamasını verərsən ictimaiyyətə. Yaxşı? Gəlib burada kütləyə oynama. Göz yaşlarından cəmaatı istifadə eləmə. Puluna Bunlar güvən. həminki vaxtı, qulaq astıq. Bunlar həminki vaxtı davalı olublar. Gözlə. Davalı olublar. Ben de əslində Ulka xanım bunu demək istəyirəm. Sofa xanım. qulaq asmırsan Bakın ki, əsl Ulka? bu mövzunun Qulaq ortaya asmırsın. gəlməsi. Ay qalan Hamısını qəza eşitmişik. yerində o sonradan dediyi mənə lazım deyir. Qəza yerində canlıda maşını göstəriblər. Ay Sofa xanım bir dəqiqə deyəni. Qəza yerində canlıda maşını göstərir və deyir ki, hələ bildi bizim maşın da vurulub. Bizim maşın sirkələnir. Qəza yerində faktlar var. Sonradan bu bunu ilə küsüb. Kim kimin evində dolmanı paylaşdırmayıb. Kim kimin konfetini yeyib ayrı qarışıq oturub bunu burada müzakirə eləməyə nə yeri var? Faktlar mən nə edirəm ki, canlı şahid özü danışıb o Adı açıqlama. danışır, sonradan danışıb. Amma orada Canlı şahid değil. Ulka xanım. Yolun qırağında adamlar Sofa var. xanım. Ay Ulka. Sofa xanım mən belə bir şey deyim. Əslində bu qədər hadisənin Arzunun başına gəlməyinin tək səbəbi mənə elə gəlir ki, həqiqətən də insanların fikrinə müraciət edirəm ki, Müjgandır. Çünki Müjgan o müddətdə acıqlı qaldığı üçün qalmadığı iftira yox idi ki, sadəcə bu qəza mövzusu deyil, başqa mövzularda da
bir şeyler atmışdı ortalığa, bilirsiniz hamınız. Yani o insan biraz da bunu belə loru dilində deyilsə torbasını tikdi. İndi də istəyir barışmaq üçün patrol eləyir, başlayır yaltaqlığa. Ay yaşa, ay yaşa. Yani Yok, ben ümumiyyətlə- bu qadının qısqanclığı, qadınların çoğu insanın burada fikirləri Mən tamamen səndən qısqanclıqdadır. razıyam. Mənim belə Ben, həyatım yoxdur, bilirsiniz- mənim belə yoldaşım yoxdur, belə yaşayışım yoxdur Bəli, və qaç bəli. deyirlər ki, bu da məhv olsun, bu da yox olsun. Ben Biraz size bir insafla şey diyeyim. danışın. Düşürəm mən. 2 dəqiqə dinləmə qabiliyyətimiz olsun bir-birimizi. Ben Düşürəm. düşürəm, ben gedirəm, sağollaşam, gecəniz xeyri qalsın deyirəm. Ben Bəli, buradan inşallah. Ben buradan bir söz deyim sizə. Deməli, qarşı tərəfin nə marağı var ki, Müjganı məcburiyyət qarşısında təhdid eləsinlər. Faktlar, şantaj faktları var. Polisə müraciət eləyəcəm. Niyə məcbur eləyirsən ki, gəl Müjgan qalx falan yayına yalan danış ginən. O da sağ olsun yalan danışmayıb, bilib məsuliyyət daşıyacaq. O faktlar mənim əlimdədir və polisə müraciət artıq etmişəm. Bəli. Vəssalam. Salatlı xanım bilərəkdən bir sual vermək istəyirəm. Bir. İstəyirsən kaydı da qoyaram. Çox pis ifadələr var orada. Bir sözlə deyim ki, bu nə dərəcədə doğrudur ki, Azərbaycanda qadağa olunub ki, söyüş və təhqir. Kimisə təhqir eləyib söymək canlı yayımdır ümumiyyətlə. Buradan gedirəm Türkiyədə yayın açıram. Çox pozğun ifadələrlə Azərbaycanda olan öz tanıdığı Düppələm düzdür Sofa xanım. Mən burada olsa Müjgan xanımı qınayıram. Kimə ata bilərəm o kaydı, bir dənə qoyun kaydı. Ona nə vaxt tədbir görülə bilər Şəfəq xanım? Bu hər şeyin başını bıraq, bir dənə ona tədbir görmək lazımdır. Kimə tədbir? Bir də başa salsın Koşka nə demək istəyir Sofa? Müjganın Türkiyədə ikən açdığı canlı yayında bəzi əxlaq dışı söhbətləri və ölkəyə Müjgana onsuz da üzr istətdilər də, yadınızda deyil. Yəni təzəlicə təzədən olub, bəli. Müjgana cinayət işidir. Yox, Müjgana yəni ərizə şikayət ərizəsi verilib və Müjgan çağırtdırılıb. Müjgan orada danışdırılıb və Müjgan bunu izahat verib və üzrxahlıq edib. Ay Şəfəq xanım, o Türkiyə məsələdən sonra hara çağırtdırdılar? Təzə olub, Ulka xanım, bu hadisə təzə olub. 2-3 həftə bundan qabaq. Hə, onu bilmirəm. Yox, mən Xanımlar, mən burada yenə bir şey vurğulamaq istəyirəm. Ulka xanım, birazcık tərəfsiz olaraqdan danışmaq lazımdır ki, mən yenə deyirəm, bu söhbətdə mənə görə təqsirkar Müjgandır ki, bir insanla sənin əgər sözün kəp düşübsə, sən öz rəfiqənin sirlərinə qədər və bütün hər şeyini ortaya qoymusan. Bunları unutduq biz nələr danışdığını, nə mahnılar qoyduğunu, nə şərlər atdığını. Düz deyirsən. Sofa xanım, o şərlər əsnasında olan bir kayıtdır da o maşın söhbəti. Mən bir onu bilirəm ki, Sulon, bir dənə takibləşək biz bir-birimizlə. Sənə atım videonu burada qoy, Ulka özü qulaq assın onun dediyinə. Qulaq asmışam o video, qulaq asmışıq. Onu paylaşmışıq. Hamı paylaşıb onsuz da. Onu hamı qulaq asıb TikTokda görüblər. Bu böyük müzakirəyə səbəb olmuşdu Sofa. Buna hamı baxıb paylaşıb. Böyük müzakirə. Cənub bölgəmizi, Cənub Talış kəndini ora dəmirçiliklə məşğul olduğu üçün o kəndin adı yəni ki bu pis qələmə verdi. Özünüz də bilirsiniz nətər verdi. O da ikinci düzdür. Hə, onu bil. Amma indi müzakirə mövzusu o deyil. Sofa. Niyə müzakirə şeyi olmur ki? Niyə ki? Müzakirə odur ki, Ulka, iminli o Müjgana görə bu söhbət zad qalxıb da, düzdür, Müjganın yalan ifadələrinə görə. O Müjganın yalan ifadələrinə, yalan sözlərinə niyə uyur ki bu millət? Görmürsünüz Müjgan kimdir? Ay balam, əsas Müjgan orada sonra dediyi deyir. Əsas Arzu ilə Müjgandan başqa yol kənarında tikinti şirkəti var. Orada fəhlələr işləyirdi. Onların da ifadələri var. Yəni o bir insanların da ifadələri var.
Şəfəq xanım, çox üzr istəyirəm. Mən Sofa xanıma bir dənə axırıncı sual vermək istəyirəm. Sofa xanım, tamamilə qanunları bir qırağa qoyaraq öldürməyin. duygusal olaraq sizə sual vermək istəyirəm. Əgər bir qadın həmişə gəldiyində sizə bir çamadan hədiyyələr gətirirsə, sizə görmədiyiniz günlər göstərirsə, görmədiyiniz yerlərə aparırsa, yediyini bölüşürsə, cibinə pulunu qoyursa, paltarına, tumanına qədər hər şeyini alırsa, bu insanın sizin yanınızda xətası daxil olmuş olsa, siz onu bir rəfiqə kimi, bir dost kimi örtbasdır eləyərdiniz, yoxsa çıxıb acıqlı olduğunuzda ortaya tökərdiniz. Bunu vicdani olaraq soruşuram. Vicdani Onu olarak. vicdanlı adamlar eləyir də, ay qadası. Vicdansız insanlar onu bilmir axı. Lap deyəlim ki, Arzu xanım xətalıdır. Lap deyəlim ki, sən bir qadın olaraq bu qədər sənə yaxşılıq eləyib, səni Elə sibrizlərə belə aparıb, sözü baldan dənizlərə kəsirəm, aparıb. bacır. Bəli, buyur. Sözü baldan kəsirəm. Elə Arzuya əcəb olub. Denən niyə? Çünki Arzu heç Orasını vaxt bilirik, yanında, heç vaxt Arzu yanında özünə tay adam olmur. Ancaq əski-üsküləri yanında padruqa kimi İndi saxlayır. dünən çıxıb, Esya xanım dünən çıxıb yayın açıb, Arzu mahnısı qoyur, yaltaqlıq eləyir. Sən hansı Heç kim üzlə bilmir pavarot bunu. eləyirsən? Biz çoruq, Hansı üzlə karıq, pavarot malıq, eləyirsən? hamımız hər şeyi bilirik. Arzum haçana qədər ki, yanında səviyyəsiz padruqaları ilə gedəcək, gələcək, Arzumun başı qalmaqaldan qurtarmayacaq. Təkcə Arzuma aid deyil, elə bu hamımıza aid. Bütün insanlara, bəli, bütün hamımıza Danışmaq aid. lazımdır ki, yanında ac, yalavac yox, səviyyəli adamlarla padruqalıq eləyəsən. Çünki o ac, yalavac həmişə səni dibə dartacaq. 5 manata alıb 3 manata satar. Ay yaşa. Ay Salon, eşidirsiniz? Buyurun. Sual verdin, Buyurun. cavab verib düşürəm. Bir söz deyim ki, iti yemləyəndə də elə yemləmək lazımdır ki, qudurmasın. Ay yaşa. İtlə O, dostluq düppələmdüz. əldən yerə qoyma. Gecəniz xeyrə. Düppələndir. Təhqir eləməyəydin. Sağ olun, gecəniz xeyrə Gecəniz olsun. xeyrə qarşı qalsın. Atalar sözüdür. Əgər o təhqir sayılırsa, atalarımız o sözü ifadə edir. Hətta onda dinlə Yox, mən onu atalar təhqir olaraq qəbul eləmirəm, çünki özü də şəhid qızına qalxıb Şəngülüm deyəndə bunu təhqir olaraq qəbul eləməmişdisə, sizin söylədiyinizcə məncə təhqir olmaz. Buyurun. Yəni bax belə. Bax belə, yəni demək istəyirəm ki, bax, yəni inşallah məhkəmə keçər, məhkəmə düzgün qərar alar və məhkəmə yenə də qərar alır və orada faktlar var. Yəni durub mən deyim, o desin, durub kimsə burada siz qışqırın ki, Arzu tutulmalıdır. Bax sizin istəyinizlə bəyəm Arzunu tuturlar, yoxsa məhkəmənin qərarı ilə? Ay sağ ol. Mənim bildiyim qədər də Şafa xanım. Mən bildiyim qədər də ki, neçə illikdir sürücüyəm. Heç vaxt qabaqda gedən maşında, qabaqda gedən avtomobildə heç kim günah tapa bilməz. Çünki ara məsafəsi saxlanmalıdır. Yox, yox. Lap belə reskitorumuz versə də belə, mən də avtomobili idarə edirəm. Reskitorumuz versə də belə, arxadakı Ara maşın məsafəsi məsafə saxlanmalıdır, saxlamalıdır. bəli. Verdiyi, qoyulduğu sürətlə sürülməlidir, düz yolla sürülməlidir. Mən məsəl üçün o qədər qəza olub ki, o qədər qəza şəraiti yaradıblar ki, mən gəlib dəymişəm ona. Günah məndə olub, mənə cərimə yazılıb. Neysə, həminki günü oğlan Sovetskidə olub, narkotik alıb, Valla sonra orasına Mərdəkanda, qarışa mən bilirəm də, mən deyirəm, narkotik alıb, sonra Mərdəkanda xanımı ilə dükanda dava edib, içki alıb orada, içkili olub və bunu məncə Arzugilin anasıgil, mən tələb eləyirəm ki, cəsədin ekshumasiyası olunsun və ekspertizə verilsin. Oğlan içkili halda olub. Madəm ki 4 uşaq anasından burada söhbət gedir və bunu suçlayırlarsa buna cinayət işi açılsın. Onda oğlanı çıxartsınlar, ekshumasiyaya eləsinlər, qanunu yoxlasınlar. Sağ olun. Ay xanım, ay Şəvə xanım, bir gözləyin də, nə olur? Buyurun. İmkan vermişsiniz adama danışmağa. Hörmətlə danışın, buyurun. İndi qalxmısınız da bir salam ver sonra. Bax, mən ad nə deyir, siz hamınız danışırsınız. Aşağıda da Səxavət yazırlar. salam, Səxavət bəy salam, salam. Aleyküm salam. Adın hamınız danışırsınız ki, məndən nə, Arzusu belə getdi, obisi belə getdi. Şəfəq xanım da sən də qoymusan üstünə, ad nə deyirsən. Harada, bax, bu da qoşulanların. Bax, bu da mən ona görə qoşuldum ki, mən hadisənin də içində, bu da qoşuldum ki, bax, burada harada Bakının, ölkənin harada valikləri, fahişiyələr var, qoşulub burada fikir bildirir. Bir özünüzə baxın, görün siz Anan kimsiniz. da buradadır, Səxavət.
Anam buradadır, götür apar anamı. Onu demək, sən də buradasansa, demək ki, sən Şam Götür tutansan. anamı apar. Yo, bilirsiniz necə? Səxavət anasının adını burada çəkdi. Ay Dedi, sağ ol. tanış Anasını olmağa. axtarırdı. Anasının adını Mən bir çəkdi, şey tanış başa olmağa düşmədim. çalışdı. Aşağıdan, Ulka xan bir dəqiqə, aşağıdan yazanlar var idi, Səxavəti dinləyin. O insanlara sual vermək istəyirəm. Siz belə danışacağını bilirdiniz, yoxsa yəni bizi ona layiq gördünüz, anlamadım. Bilirsiniz niyə? Çünki o sifarişli Səxavət qalxmışdı bura və onu deməklə sübut elədi ki, gəldi dedi ki, mən şəxsiyyət vəsiqəmdə ya Falan kəsin oğluyam, bəli. Anamın adı yazılıb. Mən kimin oğluyam? Vəssalam. Ay, Deyir, moy papa niyə qırmama Schwarzenegger? O da dedi ki, mənim anamın atamın adı Valid, anamın adı Validir, atamın da adı Valikdir. Vəssalam. Dedi Aynen, getdi. aynen. Buyurun, dinləyirik, davam edək. Yəni bir dənə onu bilirəm ki, heç kimi qınamaq lazım deyil. Hamımız maşın sürürük. Hamımızın başına pis işlər gələ bilər. Yəni belə deyim də, gəlin insani tərəfindən yanaşağın. Ölənin Allah səbrin versin yaxınlarına. Rəhmət eləsin. Nur Allah çəksin. rəhmət eləsin. O nədir? Sevgilisi idi, arvadı idi, nə etsə Allah ona da səbir versin. Hamının başına gələ bilər. Mənim gündə 3-4 dəfə başıma gəlir, Allah saxlayır. Qəza elə bir şeydir ki, onu heç kim ondan sığortalanmayıb. Allah bütün sürücüləri qorusun. Elə olub ki, Allah haqqı bax, mən də gəlib kimisə daldan vurmuşam, günah məndə olub. Çünki mən qorumalıydım şeyi. Nədir, ara məsafəsini. Mənə də gəlib daldan vurublar, günah daldan vuranda olub. Yəni ki, yol qaydaları var. İndi insani tərəfdən mən heç nə deyə bilmərəm. Nə ölən barədə, nə arzu barədə, o barədə deyil. Mən qanuni tərəfdən danışıram. Belə də ki, məhkəmə var da, məhkəmə öz qərarını verəcək. Modlarımız yoxdur. Bir dənə söz demək istəyirəm. Çox gözəl bir söz var, bir cümlə var. Türk polislərinin binalarında yazıb. Deyir ki, insanın deyir qanunu vicdanıdır. Vicdanın olmadığı yerdə polislər devrəyə girər. Yəni demək istədiyim budur ki, əgər vicdanınız yoxdursa, onda siz başlayırsınız hüquqi və qanuni şeylərlə danışmaq. Hər insanın bir vicdanı var. Ay yaşa. Maksimum belə danışmaq olar da ki, Arzu xanım, get, ölənin dərdinə şərik ol. Ölənlə otur da yaxınları ilə dərdinə şərik ol, yoxla, da belə hamımız qılıncımızı itiləyək, düşək. Axı Arzu bir dənə açıqlama verməyib. Niyə demirlər ki, Arzuya deyiblər Bakıya gələn kimi təhdidlər gəlib, səni tikə-tikə doğrayacaq, dərvi soyucuq, neyniyəcək. Bunu ilə də mən, bundan da mən söyleyebilir miyim ne olursunuz? Mən də dedim ki, bunu polisə təqdim eləginə. Xahiş edirəm, bunu polisə təqdim eləginə. Siz əriniz yanı, yoldaşınız yanındadır. Gedin siz dolma bişirin də, xahiş edirəm Cancan xanım. Boşmayın da bunu bura. Boşanmayıb, siz görmüsünüz boşanıb. Hal-hazırda İldizanın əri onun yanındadır. Çox abijnikdir, dəhşət. Yazılır ki, Yıldızı xanım niyə boşanıb? Yıldızı xanım əri onun yanındadır. Baxın xanımlar, inanırsınız ki, Arzu boşansa, Arzu bankrot olsa, Arzu məhv olsa, elə bil bunların ürəyi rahatlanacaq ki, bizi ilə eyni səviyyəyə gəldi. Ondan nə olacaq ki? Bilirsiniz niyə? Qoy mən sizə deyim. Paris atın bloka, Tony'ni atın bloka. Xanımlar, çox xahiş edirəm Canan xanımı salmayın aşağı. Görək bunun sözünün nəticəsi nədir, nə demək istəyir? Sözü var, sən də gülü. Mən ona cavab verəcəm. Mən onu dinləmişəm Gülü xanım. Onun hekayəsi köhnə vaxtlara dayanır. Bizim problemimiz bəyəm onlara qaldı. Это что за несерьезно? Gedib öz problemlərin həll eləmirlər. Özləri bütün günü güzdən məşğul olurlar. Gəlib bizim Azərbaycan qızımızın problemi bunlara qalıb. Ay yaşa. Vicdanlı olun, acıqlı olmayın. Köhnə hekayələr gəlib burada danışmayın. Siz baxdınız, qızlar, olar mən bir söz deyim. Siz Türkmenistanlı xanıma baxdınız, Türkmenistanlar necə ayağa qalxdı, onu müdafiə elədi. Hər zaman Arzunun yanında olub. Mən heç ümumi bu xanımı tanımıram. Ən azından 4 uşaq anasıdır. Halal olsun. Güllü, bilirsiniz niyə? Bizimkilər gözəlliyi həzm edə bilmir. Xanım gözəl xanımdır. Qazım şən xanımdır. Xanım 4 uşaq anasıdır. Yəni hər adam xanım sevimlidir. Xanım sevir və sevilir.
çox adamlar Vallahi mən o xoşbəxt xanımı ailələri gözü tanımıram. götürmür və salam. Sadəcə mən bura ona qalxdım ki, biz öz problemimizi həll edirik. Bu Türkiyədə bu kimdir ki, gəlib bizim qoşulub bizim problemimizi həll edir. Özlərinin o qədər problemləri var ki, gedib öz problemlərini həll etsin. Gülü xanım dünən də onu xanım yayınından endirdi. Çünki onun söyledikləri şəxsi problemlərdir, ailəvi problemlərdir, köhnə əlaqəli. Yəni qəza Baxıram, ilə hamısı əlaqəli əzmək bir istəyir, hamısı problemlər deyil. əzir. Sən kimsən ki, bizim bir Azərbaycan qızımızı, nə bilim, Almaniyaya niyə gəlirsiniz, o zaman niyə Türkiyəyə gəlirsiniz? Sizə kim o zaman o izimi verir, icazəni alırsınız? Müzakirə Bir Almaniyaya niyə gedir 2 aydan beri? Sənə nə? Sənin cibinin pulu ilə mi gedir? Mən buradan demək istəyirəm hər birinizə 960 nəfərə gecəniz xeyrə qalsın. Sizə Xeyrə can qalsın. sağlığı, uzun ömür. Yolda müğayət olun, bir-birinizi qoruyun. Sükanı Korusun. O pislik istəyənləri də qorusun, istəməyənləri də qorusun. maşını, sükanı Yəni, mən də ehtiyatlı demək sürün. istəyirəm ki, Bu- yəni, qınamayın, bu maşını eyni şey sür- yaşasaz, inanın ki Sofiya siz də xanım, eyni davranışda Sükanı, yəni Şəfəq sabah da xanım, gününüz çox- gözəl olsun. Aha. Şəfəq xanım, çox xahiş edirəm, görək bu xanımın canını, görək bu xanımın sözünün axırı nədir? Bir dəqiqə dinləyə sonra mən ona mən cavab Can verəcəm. xanımın danışmanı istəmirəm. Çünki əvvəla o bura gələndən bəri Ulduza xanım olaraq müraciət eləyir. Bu da onun köhnə əlaqələrin və köhnə atnaşa üstə insin sofa, olduğunu baş üstə ortaya sofa. qoyur. Biz burada ailəvi söhbət eləmirik. O zaman Burada qəza ilə almayın yuxarı, əlaqəli qoyun qalsın danışırıq. aşağıda. Bəsdir də. Sən Oldu dünən də şafa. qalxdın burada ailəvi söhbət elədin. O xanımın bayramı rengi Ana ayrıdır. dəxlisi var. Xanımlar, xoş gördük öncə. Xoş Gəldi gəldin. Sevil xanım. Bu Arzu xanımın məsələsi mən çoxdan bilirəm. Hətta onun üstündə mübarizə də eləmişəm bu ölən adamın yaxınlarının biri ilə. Günahı Arzu xanım da görür. Deyirəm elə deyil də, hamımız qəza eləyə bilərik də. Sırf bilərək də eləməyib axı. Yox, içəridə yatmalıdır falan. Biraz mübahisəmiz oldu. Yəni həmin ailəni tanıyıram. Amma mən düşünürəm hamının başına gələr. Allah qorusun. Mən özüm də sükan arxasındayam. Sürürəm. Yəni Bəli. qınamayın da. Yəni günah deyil. Ay belə yaşayır, belə geyinir. 4 uşağı var, yazıqdır. Allah qorusun, Allah kömək olsun. O da Amin, bilərək amin. eləməyib. O bilərək Yəni. Xanımın Heç səhifəsində isə sözünüzə paylaşıb. qüvvət. Allah Neysə, kömək olsun. xanımın səhifəsində paylaşıb 6 ay bundan qabaq ölən oğlanın bacısı pəncərədən körpə uşağı düşüb yerə rəhmətə gedib. Allah rəhmət eləsin. Hə. Bunların deməli 6 ay keçib üstündən bu qəza olub. Ondan sonra da bir 4 dənə yenə cəsəd çıxıb. Bunlar yenə də qarğış edə gedirlər. Amma deyir Allah bir ailədə ya 3-dən deyib ya 7-dən. Allah qorusun hamını. Yəni bilirsiniz nətərdir. Bax, indi gəlin faktdan danışaq da. Adam var ki, məsələn, peşəxodda sürəti azaltmış, gəlir peşəxodda adam vurur, piyadanı vurur. Ölür. Hə, o günahkardır. Çünki qanun var ki, peşəxodda sürəti azaltmalısan, peşəxod varsa saxlamalısan. Hə, o günahkardır. Bu adam maşınını sənin maşınına vurmayıbsa, sən gəlib bunu ha belə, ha elə. Sən daldan gəlmisən da buna. Bu arxadan gələn sənsən. Gəlin Allahla danışağım da. Ya heç kim istəməz, lap o belə deyim, içkili halda olub belə gedib kimisə maşınını vuran belə istəməz ki, başına bu hadisə gəlsin. Temboledə ki, ya Arzu, ya mən, ya sən, ya fərqi yoxdur. Onun heç bir fərqi yoxdur. Amma ki, heç belə halda belə bu qədər qınanmır kimsə. Belə gedib peşəxodu vuran belə, içkili halda gedib peşəxodu vuran belə, nəsə də ailəsi ilə danışırlar, ya indi biraz srok düşür, ya indi nə ilənsə danışırlar, razılığa gəlirlər, amma bu qədər ki, heç kimi qınamırlar. Nə olub, nədir? Yo, bu insanlar anlamır ki, bu Arzu xanımı Bu mənim də başıma gələ bilər, sənin də başıma gələ bilər. O qədər qəzada itirdiyimiz qədər heç bir nə xəstəlik, nə başqa təbii fəlakət qəzada adam öldürdüyü qədər adam öldürməyib heç nə.
Bir qəzadır da. Bilirsiniz Bakıda gün ərzində nə qədər qəzada adam ölür. Çox olur. Allah hamını Xanım, qorusun. bu Nikos ayağının qəzasında Bir-iki kəlmə sözüm var, mən deyib çıxacağam. bir Zamanım yoxdur, saniye çox bir dənə üzr cavab istəyirəm. verin. Bir gözlüyüm, səbirli olun da sıra verin. İcazə istədim. Nikos Sizin sözünüzü kəsmədim. sayağının qəzasında %100 qəbahətli olmağına baxmayaraq heç bu qədər müzakirə də edilmədi. Ay Tənqid də yaşa. edilmədi, qınanmadı da. Niyə? Çünki o kişi xeylağı idi. Çünki o elə yaşamağı necə deyərlər, bomba kimi elə yaşamalıdır kişilər, maşın sürməlidir. De yəni lüks həyat yaşamalı, amma qadına hər şey qadağadır. Qadın oturmalıdır, küçədə nə işi var, odur budur. Baxın, burada duyğularla və başqa fikirlərlə siz müzakirə edirsiniz və fikri özü Zaten bildirirsiniz. onsuz da Aysun Ədalətli bacı deyilsiniz. Zaten biz burada nə qədər özümüzü lezvalasaq da, hakim nə qərar verəcəksə odur da. Elə deyilmi? Bəli. Bizim sizin Mən onu deyirəm, danışmaqlarınızla 26-sından sonra hakim burada fikrini qərar başqa cürə dəyişəcək. çıxsa, Hakim Bəs qanunsuzluq yaxşı, Esra eləyəcək. xanım, Yox. 26-sından sonra qərar başqa cürə olsa, burada insanlar vicdan əzabı çəkəcək yoxsa yox? Ay Allah, bu cancanı kim Zaten aslında hakim qaldırır? bizimlə danışığımızı eşitmir. Nə heç eşitsə də heç nə dəyişən deyil. Qanunla verəcəklər də qərarı. Nədir qanun, onu verəcək də. Ulka xanım, zəhmət olmasa geri qayıdın, işim vardı sizinlə, xahiş edirəm. Arzu xanımın qəzası bilərək olmayıb. Amma sizin burada bəzilərinin burada qarğış etməyi bilərək eləyirsiniz və o günahdır. Vallahi heç kimin ay Gülə xanım alqışı ilə yaranmayıb. Qarğışı ilə da heç nə eləyə bilməz. Ya bu məsəl üçün ha Arzunun tərəfin tutanlara qarğış töksünlər, ha rəhmətə gedənin tərəfin tutanlara qarğış töksünlər. Görən nə olacaq ki, nəsə dəyişəcək. Haqsız qarğış həmişə gedib öz yiyəsini tapacaq. Tamam, Ulka xanımın zəhmət olmasa çağırdınız bir zəhmət. Siz cancanı kim qaldırır yuxarı? Mən bunu Mən istəmirik, qoşuram, yəni mən heç kəs qoşuram, istəmir. mən qoşuram. Tamerla, xeyr, burada başqa cürə fikirlər bildirir o xanım. Ailəyə təhqir eləyir, köhnə söhbətləri açır. Burada qəza ilə əlaqəli bir fikir bildirmir. Onun quyruq acısı var, gəlib burada dəqiqə başı köhnə söhbət eləyir. Ulka xanım, gələrdiniz 2 dəqiqə, mən də düşürəm. Ulkanın səhifəsini verim özünə yazdı. Yox, hemen takip attım, getmir, neyse getmirdi ki, bir-iki söz eləyəcəkdim. Qadına nəzər dəydi. Bu geri bir müddət canını açmasın. İcazə olar bir-iki kəlmə söz fikir Buyurun bildiririm. Elman müəllim, buyurun. Mənə aşağı atmayın da tez-tez. Axşamınız xeyir olsun hər kəsin. Tamam. Mən Arzunu söyməyə, təhqir etməyə qalxmamışam. Mən sadəcə bir sual vermək istəyirəm. Bugün hamı Arzunu müdafiə edir, yəni burada. Yaxşı, bəs zərər çəkən ailəni kim müdafiə edir? Zərər çəkən Allahın Teşekkür ederim. Valla teşekkür ederim bağlanan. Teşekkür ederim. Buyurun. İndi icazə verirsiniz, mən cavab verim. qisməti oradadır da, qədəri oradadır da. Burada deyəndə ki, Elman müəllim, aşağıları oxuyursunuzsa, aşağının 90%-i Arzuma qarğış tökür. Mən də burada girəndə dedim ki, nə Arzunun tərəfini tutmuram, nə rəhmətə gedənin. Olandan danışıram ki, qəzada, avtoqəzada qabaqda gedən maşına kimsə arxadan gəlib dəyirsə, günah arxadan gələndədir. Səhv deyirəm Elman müəllim, sürücüsüz. Bəli, mən sürücüyəm, Almaniyada sürücüyəm. Evet yanlış. 120'lik yolda 30 gider insan tabii ki suçlu. Buyurun. Orada tək balasa deyil Cancan xanım. Tək balasa Yaxşı. deyil. 120'lik yolda 30 bitiren önümde 30 sürüyorsa tabii ki suçludur. Yaxşı, onu bilən var ki, Araba aldın sen Arzum onu xanım hansı tanıyorsun. balası İmkan ilə devrirsiniz sürülmüş. danışa. Əgər ortada bir Birincisi ölən insan, qışqırma Canan, davay buradan. əgər Davay ortada buradan. bir Birincisi ölən qışqırma, insan, sən burada qızın zadın yoxdur. Normal danış. bir dəqiqə üzr istəyirəm. Əgər ortada ölən insan, bir də yaralanan insan varsa, burada məsələ artıq TikTok dəstəyi deyil. Burada məsələ vicdandır ən azı. Mənim sualım budur.
Arzu xanım bu hadisədən Vicdana sonra qalanda yenə Bir deyir, dəqiqə, kaş ki mənim olmazdı. fikrim var. Arzu Fikrim var. xanıma demək lazımdır ki, İcazə verin o axıra kimi sözümü rəhmətə çatdırım. Ay xanım, sağ quzu kəsin. sualı verdim, cavabı verim, sonra Yox, sualı sual verim. tamamlamamışam. Sual deyil bu. Buyur. Burada məsələ mənim sualım budur. Arzu xanım bu hadisədən sonra o ailəyə bir dəfə zəng edib bir dəfə baş çəkib bir dəfə nəyə Bilmirəm, ehtiyacınız xəbərim var yoxdur. deyibmi? Yaralanan insana, dünyasını dəyişən insanın ailəsinə bir köməklik göstəribmi? Bax bu suallarıma kim cavab verə bilər? Yəqin günahkar deyir ki, eləməyib də, özünü günahkar hiss etmir. Başa Biz düşmürəm. qanuna Ölən görə adamın eləmirik. Mən ailəsi yenə deyirəm, mən qanuna qanuni görə tərəfini deyirəm. Mən insani tərəfdən danışmıram. Ay xanım, maşın vurulan insanın ailəsi sizcə günahkar saya bilər özünü? Həmin günü həbs olunardı. Siz Hal-hazırda qanundan çox bilirsiniz. Qanun Əgər günahkar isə onu həmən Elman müəllim, saxlayacaqdılar. hansı Cavab adicə verməyəcəm, mən gedirəm. bir dəqiqə qadaza alaram. Adicə biraz manevr qaydalarını pozursan, tez aparıb maşını qoyurlar şeyə, ştrafnoya, özünü də avtopoliqan kimi 15 sutka verirlər. Düzdür? Hal-hazırda Ay xanım, Bu qulaq adam asın, əgər biz günahkardırsa, Mən indi əgər Almaniyadayam. qanun- Mən Azərbaycandakı vəziyyəti bilirəm ki, Azərbaycanda vəziyyət nədir. Liboy bir adamı susturmaq üçün kağızdır. Verirsən, susur, məsələ də həll olur. Bunu kim başa düşür? Belə şeylər burada danışmayın da, xahiş edirəm. Burada qanuna Siz nəyə görməyə danışırsınız? Onu qınaya bilmirəm da, xəbərim yoxdur ki, eləyib, eləməyib, soruşub, bilmirəm. Bu dəqiqə adicə balı belə əvvəl sildirmək olurdu, indi olmur. Ay, Qayda heç balı da sildirmək olmur. Ay, Qayda sağ ol. qanun var. Mən maşın sürürəm. Bilsən, bir xırda səhvə görə adama cərimə yazırlar. Qızlar. Heç nəyə görə. Nə Deyirəm, danışıram? adicə manevr qaydalarını pozursan, Qızlar, maşını çox ştrafnoya xahiş qoyurlar. 6 ay nədir, prava lişeniyə gedir, özünü də 15 sutka verirlər. Qızlar, çox Bu xahiş nətər bu edirəm. adam günahkardırsa, bu nətər nə maşını Mənə bir də icazə verin. ştrafına qoyulmayıb, nə özü içəridə deyil. Qızlar, mənə bir dəqiqə icazə verin də. Mənə bir dəqiqə icazə verin. Xanımlar, çox xahiş edirəm, bir dəqiqə icazə verin. Şikayətinə görədir. Sizə deyim də şikayət Xanım. olunur. Xanımlar, bir dəqiqə icazə verin mənə, çox xahiş edirəm. Canan xanım, sizin canınızın azarı nədir? Siz Arzu xanımını nə istəyirsiniz? O bizim Azərbaycanımızın qızıdır. Başa Onu düşmürəm müdafiə də. edirik. Siz nə istəyirsiniz? Canan xanım özü qadın deyil, ana deyil. Cancan Niyə xanım, bir- niyə belki bu qədər Qızlar, çocuklarımı Bir sizə gün yaxşı atmadım. 10 Ben deyin onlarsız görək. restorana gitmedim. Gitmem de. Ben çocuklarımsız yemek Allah bana nasip etmesin. Qızlar, icazə verin mənə. Buyurun. Mənimlə danışır. Özünü nə çox Qızlar, çox istəyir. xahiş edirəm. Qızlar, çox xahiş edirəm, qoyun mən cavab verim də Canan xanıma. Bir dəqiqə mənə icazə verin. Buyurun, Arzu xanım, Canan xanım, sizi ilgiləndirən nə oluyor? Yəni Arzu bizim Azəri bir qızı. Biz onu müdafiə ediyoruz. Azeriyim. Sənə Hatta nə? ben Türk'üm. Azerbaycan Türk'üyüm. Ay sen Türksen biz Türkiye. Sen bizim Azeri kızımızdan size ne? Sizi ne ilgilendirer? Karşı tarafta Çocuklarınız ölen de yalnız mı Türk. koydu? Türk'tü. Ay yalnız mı koydu? Düt mü koydu? Annesine mi bıraktı? Bundan size ne? Ay Canan xanım, Ya- onun ömrü ora qədərdir. Allah aldı canını. İndi bu xanım nəsə? Ay dostlar, 2 dəqiqə gözləyin. Baxın, bir dənə səs qoyub düşürəm, qurban sizə. Bax, səsinizi çıxartmayın. Esi xanım, diqqətlə qulaq as. Buyurun. Buyurun. Diqqətlə qulaq as bircə dəqiqə. Zaman əzilməsinin içindən sağlam çıxır. Bu nə danışır? Allah yaşadanda yaşadır. Qulaq asın, qulaq asın. Soyundan anketə Azərbaycan qadına kimi yığın. Seçim bunun dədəsi qəbrinə. Qulaq asın. Anketə. Azərbaycan qadına Diqqətlə qulaq asın, görün. Ah, dünyanın ne güzel dünyada yaşayırammış ben. Bunu atarsınız da mənə, Sofa xanım. Soyundan anketə Azərbaycan qadına kimi yığın. Seçim bunların dədəsi qəbrinə. Qoy kart anketə. Türkler için deyir bu Mürcan, nədir tanımıram deş onu. Bunu kim için deyir belə? Türkiyədə, yəni Azərbaycanda cərimədir də. Buna niyə tədbir görülmür? Aha. Görülmür Bunu ki, niye danışmır görülərdi. Canan Hanım? Bu şeyde düşünmüşsünüz Arzu'nun üzerine. Arzu bu niye Bir şey demiyorum. O bir anne. İyi kötü o bir anne.
Ben ona bir şey demiyorum. Benim 5 tane evladım var. Ben onların nefesini almadan yaşayamam. Ne konuşuyorsunuz? Niye bana böyle hakaret ediyorsunuz? Siz nereden Benim demek biliyorsunuz ki istediğim o arzu ki. çocuklarını- Hayır. Ben diyorum ki Siz Müjgan nereden o biliyorsunuz ki kadın arzu hayatını çocuklarını yalnız mahvetti. koymuş? Efendim? Siz Ben bir nereden dənə biliyorsunuz fikir ki arzu bildireyim. çocuklarını Bir nerede dənə- koymuş? Evet yani TikTok aşkına düştü. Hanımlar. Ünlülük Ya bu sizi neden ilgilendiriyor? Bu sizi neden ilgilendiriyor? Bunu biz konuşak. Sizi neden ilgilendiriyor? Ya siz öz kendi probleminizi konuşabilmiyorsunuz mu? Düzdür, Müjgan ayağı ağırdır. Gəlin bir kəlmə, mən bircə dəqiqə burada iştirak edəcəm. Ya Üzr bir sürü istəyirəm. Mənə sorunlarınız dəqiqə- var. Türkiye'de mənə bir bircə sürü dəqiqə sorun söz var. verin. Ondan neden konuşmuyorsunuz? Yalnız Arzu'nun üzerine geliyor. Bir də mən 10 saniyə verin. Mən demək istəyir ki, yəni bunun uşaqları var, o qarşı tərəfin də övladı var. Siz övladı ölən, o qəzada öləni qoymusunuz qırağa, Arzuya var ataq edirsiniz. Nə Siz üçün? devletten çok bilirsiniz. Devletten çok bilirsiniz siz. Yok, Allah rəhmət eylesin, bu farklı. Gəlin bir kəlmə bu qardaşın sözünü Özü getdi də el çəkində. Bircə kəlmə bir dəqiqə öldü getdi demək olmur ay xanım bir dəqiqə qulaq asın. Mənə bircə dəqiqə vaxt verin. Çox xahiş edirəm. Bax mənim dərdim Siz gidin qaytarın. bir dəqiqə üzr istəyirəm. Bircə kəlmə bir dəqiqə söz verin mənə, bir dəqiqə imkan verin. Gəlin bir danışaq. Hamımız bir-birimizi anlayaq. Baxın, mən sizə bir şey göstərəcəm indi sizə. Mənim dərdim kimisə linç etməkdir. Əziz qardaş, bircə kəlmə imkan verin. Yoldaşıma neçə dəfə təzyiq edirlər, ona görə araya girdim. Amma mən son danışmağım olacaq. Buyur qardaşım, sənə qulaq asıram. Bax, mənim dərdim kimisə linç eləmək deyil. Mənim dərdim odur ki, TikTokda bir tərəfi müdafiə aparılır. Əgər vicdandan danışırıqsa, əvvəlcə zərər çəkən ailənin haqqını, dərdini, fəryadını görməliyik. Arzunu müdafiə edənlərə sadə sualım var. Mən bunu deyirəm və onun balası baladır. O qəza günü deyir ki, Allah mənlə Qardaşım, bir dənə fikrimi çatdırım, əlavə deyəcəyim var. Buyur, Arzunu qardaşım, müdafiə eşidirəm səni. edənlərə sadə sualım var. Arzunu müdafiə edənlərə sadə sualım var. Buyurun, buyurun. Arzu o ailəyə bir zəng edibmi? Bir kömək edibmi? Yaxşı, mən bayağı Əgər verdiniz bu sualı. etməyibsə, bu Bir dəqiqə, qədər Elman Bu Bey, suala bir cavab dəqiqə. ver də, yaxşı mən Siz- yox, bu suala siz cavab ver də. Bax, sualı qardaşım imkan sual verin verdi, mənə. sənə cavab Ay ver. Elman. Ay xanım, Ay bir Elman Bey, sualını bayağı bu qulaq kimi ay dinlətdirin də. qardaş, bunu bayağı verdim bu sualı. Cavabını verirəm. Bir dəqiqə Tamam. deyəm. Yaxşı, Cavab qulaq vermək asırıq. üçün gəlmişəm. Elman Gəlin- qardaş, Sən bir dəqiqə ya, qulaq as Qulaq verənə deyil. asdınızsa da. Gəlin, qulaq astınızsa da mən Oy, videonu ay açım, bir dənə şey göstərim sizə. Hə, göstər. Ay Elman Bey, sual verdinizsə qoyun Xanım, cavab verin. Biz zəhmət sizə olmasa, video bax, qoyuruq. sual Bir verirlər dəqiqə, sizə. bir dəqiqə qoyun qulaq danışsın. asın. Bir dəqiqə qulaq asın buna. Qulaq asın buna. 9 yaşında uşağım həm bədbəxt olub, həm şikəst olub, həm sevdiyi adam itirib. Bunlar 6-cı sinifdə Qulaq asın. evləniblər. Ay Elman Bey, biz Bir dəqiqə dünən qulaq bunlara asın, bir sus. qulaq asın, Bir görün sus, söhbət qulaq nə asın. gedir. Xahiş edirəm, yəni dinləmə qabiliyyətimiz olsun. Xahiş edirəm. Nə dərəcədə travmadır. Bir dəqiqə, bir də icazə verin, bir dəqiqə icazə verin. Bir dəqiqə icazə verin, bir söz deyəcəyəm. Burada Elman Bey səs qoyur. Cancanın yoldaşı oradan atlanır ki, qulaq asın, qulaq asın. Abala sən abişnik insansan, get taleyinlə, get topunla oyna da. Sənə nə var, mən qulaq asıram, yoxsa qulaq asmıram. Bu birincisi. Elman Bey, biz dünən bu yayına qulaq asmışıq. Təkrar burada qoymanın mənası yoxdur. Hamı burada dünənki yayına da qulaq asın, bugünkünə də. Siz boşuna burada şov verməyin. Sual verirsiniz, cavabı gözləyin. Cavabı da mən sizə deyim. Yol hadisəsi görürsünüz, gündə minlərlə yol hadisəsi görürsünüz. Hamının gəlib evinə zəng edirsiniz ki, nə oldu qəzada, vəziyyətin necə oldu, yaxşısan? Bu insan yolunda gedən bir insan idi. Yanından biri uçdu, getdi, qəza geçirdi. Gedib indi oyuna maraqlanmalıdır. Hər kəsin başına gələ bilər. Heç kim sinəsinə döyməsin. Maksimum mən yolda qəza görəndə maşını saxlayıram, yaxınlaşıram. Nəsə kömək lazımdırsa orada eləyirəm. Da gedib evə çıxandan sonra mənim orada bir günahım yoxdursa, mən o ailəni niyə aparmalıyam?
Ay Esi xanım, Qulaq- siz qulaq gün asın, ərzində mən neçə mikrofonumu qəza niyə bağlayırsınız? görürsünüz? Ay Bir yanda insanlar, burada qulaq asın, adam ölür, qulaq asın, başa bir dəqiqə düşürsünüz. bir yanda. Ha, qulaq Ay asın, bala sən qulaq asın, sən qulaq as. Böyle bir Allah rəhmət eləsin. Sabah sənin də başına gələ Öyle bilər. rəhmət Sən də eləsin çox deyil, istər. ha. Sizin balanızın başına gəlsə belə rahat danışa bilərsiniz. Mənim başına mənim balamın əcəli varsa gələcək. Ay gələcək söhbətimiz yoxdur. Yiyəsi də verib bəlkə. Gələndə bir dənə eşək arabasını vurdum, eşək yiyəsi öldü, bilər, getdi. Mən ağzı getdim. bilər. Ay xanım. Bir dəqiqə. Zəhmət olmasa, bir dənə zəhmət olmasa o bəyin danışmağına icazə verin. İcazə vermirsiniz ki, bir-birimizi Buyurun, danışın. dinləməyi bacaraq. Ay Elman bəy, mən sizə icazə verirəm, vermirəm nədir? Bu cancanın ərinə nə dərd ağrı düşüb ki? Ay nə dərd ağrı. Mən nə danışıram kimi burada qoruyuram. Qoy deyirəm ki, Canın azarı nədir? Oturub Onların canının ızdırdan azarı buranı nədir? sən müzakirə eləyirsən. Solonkoska xanım, bir dəqiqə sizə sualım var. Mən deyirəm ki, burada adam ölüb, siz deyirsiniz ki, Allah rəhmət eləsin, ölüb də, onda Arzu xanımı niyə Elman müdafiə bəy, edirsiniz? siz bilirsiniz ki, Olub o da. insan öldürüb, yoxsa sən burada babalıyırsan? Mən demirəm Arzu xanım onu öldürübdür, günahkardır, getsin cəzasını Sən çəksin. deyirsən ki, Burada sən deyirsən fikir ki, niyə ayrılıqları zəng var. eləmədi? Sən gün ərzində Bəli, yolda maraqlanmalıdır. gedəndə onlar... Maraqlanmalıdır. Ay Elman. Çünki biz burada Vicdanı vicdandan qaldırmayın da, danışırıq. hamı əsəb olur, hamı yazır ki, qaldırmayın da. Çünki burada hamı vicdandan danışır. Hamı vicdandan danışır, mərhəmətdən danışır. Qazaxda mən bir dənə eşək arabasını vurdum. Bir dəqiqə mənə qulaq as. Ay bəylər, bir dənə Mən icazə danışan verin. Elman müəllim. Mən trasla sürəndə, Mərdəkan yolu sürəndə, mən məsələn gedirəm ikinci palasa ilə, birinci palasa ilə gedən maşın gedir bardiyora 5 qat olur. Mən maşını saxlaya bilmirəm və yaxud da saxlayıram. Niyə ara məsafəsi Orada saxlamırsınız? soruşuram. Ara məsafəsi Məndən getmir saxlamalısınız. söhbət. Mən birinci palasa ilə gedəndən də sol palasa ilə gedən gedir avariya eləyir. Mən də ikinci palasa ilə gəlirəm. Mənə də qəza şəraiti yaradır, amma məni Allah qurtarır. O gedir girir bardiyora. Mən boynumun borcudur, gedəm sabah onun ailəsini tapam, ondan soruşam nə oldu? Düşünmürəm. Yaxşı söhbət insanlıqdan, mərhəmətlikdən gedirsə niyə də Mən öz yox? yolumu gedirəm, yavaş gedirəm, mən gedirəm. Sən Daldan cancan nə qədər gəlirəm, görürsən ki, mən yavaş Ay gedirəm. bəylər, icazə verin qoşulanlar da danışsın da, Çəkməli xahiş ya ikinci edirik. palasıya, ya birinci palasıya. Bir dəqiqə icazə verin. Mən Xahiş birinci edirik. palasa ilə gedib avariya eləyən adamın Ay ailəsini niyə Esapovska, soruşmalıyam ki? ay Esapovska xanım, sizə sualım var. Azərbaycanda Bir dəqiqəlik, yol Elman bəy, hərəkət qaydalarının pozulmasının səbəbi, avariyaların səbəbinin nədir deyə bilərsiniz? Bu sualımın cavabını verə bilərsiniz? Yüksək sürət. Elman Yüksək bəy, sən də sürət. suala cavab Ay verin. sağ Gün ol. ərzindəki gördüyünüz bütün qəzalarda sən gəlib ailələri ilə maraqlanırsınız. Allah haqqı Tamerlan da görür. Mən yolu 160, 150, 120 sürürəm də o Mərdəkan yolun həftədə 3 dəfə gedib gəlirik biz. Stop, Yəni stop, qəza stop, şəraiti də stop, olursa bir dəqiqə, mən stop. qıraqdan görürəm. Bir dəqiqə stop. Azərbaycan yol hərəkət qaydalarında 150-160 sürət var. Çəkirəm ya üçüncü palasaya, ya birinci palasaya. Bir dəqiqə. Azərbaycan yol hərəkət qaydalarında maksimal sürət neçədir? Siz burada 150-dən 160-dan 90, danışırsınız. 90. Elman ya, bir dəqiqə Niyə? dur, mən cavab verəcəm. Siz onda hansı haqla siz 150-dən 160-dan danışsınız? Sizə Sizə kim